Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə Gürcü mətbəxindən xaçapurinin hazırlama qaydasını göstərirəm. Balaca kasaya yaş maya, ilıq su və şəkər tozu əlavə edib qarışdırıb qoyuruq kənara. Qaba un, duz əlavə eləyib üzərinə yumurta, duru yağ, ilıq süd və hazırladığımız mayanı əlavə eləyib yaxşı-yaxşı yoğururuq. Sonra xəmirin üzərinə videoda görürsünüz, yumşalmış kərə yağını əlavə eləyib xəmirə yedirdirik. Xəmiri yoğurduqdan sonra üzərini örtürük, mayalanmağını gözləyirik. Bu müddətdə əzizlərim içliyi hazırlayaq. Demək, içlik üçün mən kəsmik və Holland pendiri götürdüm. Çəngəllə biraz əzirik. Sonra mayalandığımız xəmiri dəzgaha alıb 1-2 dəqiqə yüngül yoğururuq. Həm havası çıxsın, mayanın havası çıxsın, həm də qoxusu olmasın. Hissələrə böldük, kündələdik. Kündələdikdən sonra üstünü örtürük, 10 dəqiqə, 15 dəqiqə mayalanmağını gözləyirik. Maraq üçün mən tərəzidə çəkdim, kündənin biri 130 qramdan oldu. Sonra bir-bir kündədən götürüb yayırıq. Yaydığımız yuxa nə qədər yayılırsa, bir o qədər də yaxşı olur, incə, zərif olur. Bacardığımız qədər yuxanı incə açırıq. İndi də üzərinə əridilmiş kərə yağını əlavə eləyib, yuxanın hər tərəfini yağlayırıq. Videoda əzizlərim görürsünüz, bax yağlayırıq, sonra hissə-hissə içəri doğru qatlayıb, yağlayırıq, yenə də qatlayırıq, yağlayırıq, sonra uc hissələrini içəri doğru qatlayıb, yağlayırıq, bir də axırıncı dəfə qatlayırıq. Yenə də videoda görürsünüz, yəni hissə-hissə hamısını yağlayıb qatlayırıq. Yəni əsas bax budur. Üst-üstə qatlayıb qoyuruq taxtanın üzərinə. Yəni bu yağ donmuş olmalıdır. Gözləyirik, biraz donsun, sonra istifadə edək. Baxın, indi donubdur. İndi götürürük birini, oxluqla yüngül, dördkünc forma verərək yayırıq. İstədiyimiz ölçüdə yayırıq. İçlikdən qoyuruq, zərf forması veririk. Baxın, əzizlərim, yaxınlaşdırdım ki, daha da yaxından görəsiniz. Zərf forması veririk, dördkünc formada. Kənar hissələrini ortaya doğru gətirib, əlimizlə sıxırıq. Yəni ağız hissəsi açılmasın. Baxın, eynən bu cür. Yenə zərf forması verdik. Əlimizlə sıxırıq ki, yəni açılmasın. Ortaya doğru gətirib, orada birləşdiririk. Bu cür hazırladıq. Yağlı kağız sərilmiş soba qabına üzdük. Üstünü örtürük, 10-15 dəqiqə mayalansın. Sonra üzərinə yumurta sarısı və duru yağ qarışımını çəkirik hər tərəfinə. Küncüt və yaxud qara çörək otu üzərinə səpib, öncədən isidilmiş sobada 180 dərəcədə üzəri qızarana qədər pişiririk. Mənim sobamda 20 dəqiqəyə hazır oldu. Əzizlərim, əlimlə kəsirəm, baxın, görün necə gözəldir. İçi qat-qat, vərəq-vərəq. Videonun alt bölümündə, açıqlamada resepti yazacağım, siz oradan istifadə eləyərsiniz. Əziz izləyicilər, videoma baxdıqdan sonra like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.